Görə onlar salam göndərdi hamısı və o demək olar ki, birinci o heyət Azərbaycan adına başlandı. Və bu Sabir müəllimin dediyinə bir kiçik əlavə eləmək istəyirəm. Mən Namıq müəllimi tanımırdım, indi tanıdım ki, Tusidə işləyirdi. Çox gözəl. Rəhmətli Hüseyin Əhmədov Akademisi rəhbəri məclis rəhmət eləsin. Orada mən bildirdim. Demək, elə ki o düzəltmə oldu, qaytarma oldu, Sabir müəllim hər gün zəng eləyir mənə, hər dəqiqə zəng eləyir ki, belə oldu, elə oldu, dedim, narahat olma. Axır vaxtım gördüm, əşli dedim, bu Namıq müəllim kimdir ki belə bu qədər hərfləri yoxlayır. Onlar da bildi. Sonra Rəhman Rəkəyə vitse-prezidenti həm də elmi katibdir. İmza eləyəndə dedim, Rəhman Rəkə, baxır, yaxşı imza eləyir. Mən Namıq müəllim üzündən hələ görməmişəm. Görsəm bəlkə tanıyaram. O həmən bax bu müəllif Namıq müəllim bir dənə yoxlayır və sizin imzanıza ekspertiz verəcək. Bax, şey çıxmasın deyib, güldülər, deyil. Odur ki, yoxlama söz də olar. Mənim yanımda imza edəcək. İkisi də. Həydər BKK-da, Rəhman Alaykada. Çox sağ olun. Teşekkür edirik. Minnətdarlıq edirik. Çox sağ olun. İndi isə icazə verin bir məlumat çatdırım. Sizə görürük, siz ancaq məcburuq. Qobustan Milli Tarix Bədii Qoruğunun elmi işçisi Şahlar adında yoldaş Aktavada mötəbər bir elmi praktik konfransa gedir. Orada iştirak edəndən sonra müəyyən biləndə ki, Bakıdandır, orada Şərq ölkələri Memarlıq Akademiyasının akademiki deməli, Ajiqali, Sergi Ajiqali adında bir yoldaş, mənim köhnə dostlarımdandır. Ondan xahiş edər ki, bu kitabı gətirsin. O gətirdi, təqdim eləyə bilmədi. Lakin icazə verin, Qazaxıstanın getirməsi olduğuna, bu da Qazaxıstan abidələrinin bağlı olduğuna görə. Bunu Elbrus müəllim təqdim eləsin. Çox gözəl, çox gözəl, laf yaxşıdır. İcazə verirsiniz, hamımızın adından. Birinci Sabir müəllim, mən özüm də olmuşam həmin Aktavada görüşəndə bizim Azərbaycan diasporun sədrlərlə, ondan sonra orada məni Aktavada eşidəndə ki, mən bir gündə gəlmişəm. Aktavada konferans idi, 30 yıl idi, называется Дружба народов, Asamblea Дружба народов Казахстана. O asambleyada eşidəndə ki, mən orada aeroportdayım, mən dalımda maşın göndərdilər, dəvət edildilər. 5 dəqiqədə olsa, mən orada çıxış eləmişəm asambleyada. Asambleyada çıxış edəndən sonra eşidəndə ki, Azərbaycanlıyam, zal əvvəsə qarşıladı ki, Azərbaycan. Bir gün sizin də adınızı Aktavada çəkiləndə, mən oradan da fəxr elədim ki, Rusiyanın ki, mənim əziz dostum, qardaşım, Aksaqqalımın adı Aktavada bizim Tağı adında şeyimizin, Azərbaycan diasporun sədri Tağı müəllim sizin adınızı çəkəndə dedim ki, mən şəxsə o qardaş kimi saymışam. İcazə verin bir qardaş kimi, akademiyanın üzvü kimi bu kitabı sizə təqdim edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Sizə xüsusi minnətdarlığa qeyd. Sağ olun. Bir dəqiqə o Aktavada inanırsınız, bugünkü gündə yarım saatlıq yoldur da, ancaq Azərbaycanın adını bir gün orada təmsil edən Azərbaycan diasporalarının nümayəndələri sizin adınızı da çəkdilər. Mən də təbii ki, bir fəaliyyət göstərir. Sağ olun. Deyim niyə görə? Orada bizim konsul Elçin adında yoldaşıydı. Biz Nasiha xanımı artıq akademik titulunu müəyyənləşdirdik, diplomunu gətirdik, diplom burada tutaq idi. O da orada bura gəlmək məsələsi. Biləndə ki, Nasiha xanım Aktavadadır, konsulun nömrəsini tapdım, Elçinlə birbaşa əlaqə saxladım, sağ olsun. Bugün böyük məmnuniyyətlə minnətdarlığımı bildirirəm ki, Nasiha xanımın bura geri biletlərini və burada mehmanxana məsələlərini operativ şəkildə eləyərək, təşkil eləyərək hamısını Nasiha xanım bura göndərdi və bugünkü gündə Nasiha xanım akademik diplomu ilə öz vətənindədir. İndi isə icazə verin, bunlardan sonra yoruram sizi.
Bu günlerde sizden qabaq bir gizlicə bizim dörtlükdə görüşümüz olmuşdu. Namik müəllim, Raportda mən bilirəm. Rezvan kişi, Əli müəllim bir də mən. Ay mənim əzizlərim, bu görüşdə baxanda gördüm. Bunun üçü də şiir, poeziya yaradıcılarının vurğunudur. Mahnı oxudular, şiir dedilər. İndi görüb büyüm burada onları diqqətə gətirə bilərəm. Bunu nəzərə alaraq bəhrələndiyim öz müəllimin şiir kitabını bizim hörmətli akademik Namik müəllimə vermək istəyirəm birinci. Bundan sonra mən də istədim əli boş gəlməyəm. Özümlə bağlı, məni tanıyan dost tanışlarımı 70 illik yubileyimlə bağlı xatirələr toplusu olan bu kitabı yenə sizə təqdim edeyim. Gün o gün olsun, sizin də yubileylərinizdə xatirələr toplusu biləncə ayaq alsın yesin. Oldu, buyurun. İndi isə icazə verin, bu kitabları gətirmişəm mən eyni ilə Yolçu müəllimin kitabını, müəllimin kitabı kimi. İcazə verin, Səxavət müəllimə təqdim edin, yox sizin var. Bax, bu sizin kitabınız, bu var. Bu var. Bax, bu mənim, siz şeir kitabı gətirdiyinizə görə ruhlandırdınız. Söz ürəyə toxunmasa, ilham coşub işə düşmür. Tərlanın yurdu göylərdir, qurulmasa daşa düşmür. Buyurun. İndi isə icazə verin, bu kitab Elbrus Orucov'da yoxdur. Onun da poeziya vurğun olduğunu bilirəm. Həmin öz kitabımı və bu kitabı ikisini beləncə olmaqla siz tutun, bunu da mən tutum. Belə formada Elbrus Orucov'a təqdim edin, cənab generalımıza. Buyurun qardaş, çox təəssüf indiyə qədər verməmişəm sizə. Allah sizə kömək olsun, fürsətdən istifadə edeyim. Diqqətinizə çatdırım ki, mən Əli müəllimlə uzun müddətdir dostluq, yoldaşlıq edirəm, qardaşlıq edirəm, qardaş. Sən demə, bu kitabından onda da yoxdur. Nə qədər savab iş görürsünüz, əyləşin qadanınız alın. Nə qədər savab iş görürsünüz ki, Əli müəllimə də bu kitabdan və müəllimin kitabından birini bağışlamaq, mən özümə şərəf bilirəm. Qardaş, mən üzr istəyirəm ki, indiyə qədər görməyim. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Sonra isə icazə verin, bu kitabdan yenə Rizvan kişi ilahi Ağdamlandır. Qarabağ bülbülləri kimi o dörtlükdə olanda nələr yaratmadı burada. İcazə verin, mən bu kitabı qardaş bildiyimə baxmayaraq, ona da girməmişəm. Sizin şahidliyinizlə bunun ikisini də Səxavət mən biraz irəli olurum, zəhmət olmasa. Bax, elə orada yaz, durun, yubilyara xələl gətirməyək. Bax belə. Çəkdim Eldar. Ağır sağ olun, bu da sizin. Sonra yerdə qalır bir kitabça. Bunu da istər öz alim həmkarım, hansı ki bizim qrupun üzvüdür, yəni filialımızın üzvüdür, Aygün müəllim, bunu da sizə təqdim oldu. O mənim Yolçu müəllimimdir ki, onun qeyri-adi yaradıcılığı var, o bölgədə, qərb bölgəsində çox tanınır. Bundan sonra icazə verildi. Hələlik səbəbkara söz verməyək, səbəbkarla bağlı bir-iki kəlmə ürək sözlərini demək üçün Əli müəllim. Əli müəllim, bayaq dedim sizə, Tayyibin idarə heyətinin üzvüdür, Əli müəllim, Qızıl Qələm mükafatıdır, ondan sonra qəzetin redaktorudur, Türk Dünyası Ağsaqqalları qəzetinin və o cümlədən Jurnalistlər İttifaqının üzvüdür. Namik müəllim haqqında dediyinizdir, indi bugünkü indi də xahiş edirəm ürək sözlərinizi deyin, bunu arzuluyordunuz siz. Mən sizin vaxtını çox almayacağım. Kısaca Türk yoldaşlar və Farslar vaxtıdır. Təqdimin elə günləri var ki, o günləri sevirik, seçirik. Həyatımızın xoş məqamları kimi əzizləyirik. Adına əlamətdar günlər deyirik. Bugün Namik müəllimin həyatında ən əlamətdar günlərdən biri. İki fəxri ad. Elmlər akademik, Turan Elmlər Akademiyasının akademik adı və eyni zamanda Turan Elmlər Akademiyasının fəxri professor adının alınmasıdır. Bu münasibətlə gəlib dostlar, tanışlar, yaxınlar, qohumlar Namik müəllimə göz aydınlığı vermək. Namik müəllim haqqında saatlarla danışmaq olar. Onun həyatı elmə, gənc nəslin təlim tərbiyəsinə həsr olunur. Namik müəllim Elmlər Akademiyasından başlamış, bir neçə dövlət universitetlərində fəxri məhsul vəzifələrdə çalışır. Onun müəllimlərin, kadrların hazırlanmasında böyük əməyi var. Onun tələbələrinin səsi ailədə elm ocaqlarından, müxtəlif sahələrdən gəlir. Daha doğrusu, vətən üçün, vətənin, mən deyərdim ki, dəyərli bir vətəndaşıdır. Namik müəllim
gözəl yoldaşdır, yaxşı dostdur, yaxşı qardaşdır, gözəl atadır, layiqli valideyndir. Namiq müəllim, belə bir gözəl gündə mən sizi təbrik edirəm. Çok sağ olun. Sizə ilk növbədə can sağlığı, saadət, sevinç, xoş günlər arzu edirəm. Qoy bundan sonra da sizin ömür yollarınız mənalı və dəyərli olsun. Çok sağ olun. Təbrik edirəm. Sağ olun. İndi isə xahiş edirəm, ürək sözləri olan bir söz ürəyə toxunmasa İlham Coşov işə düşmüş. Tərlanın yurdu göylərdir, vurulmasa qaşa düşmür. Kim desə demək istəyirsə, vaxtımız az olduğunu nəzərə alaraq görəcəm. Başlayın. Birdən çox danışanda maraqlı olmur. Bir kiçik məlumat vermək istəyirəm sizə, məlumat üçün. Biz ora gedəndə, hamınız mətbuatda, yəqin televizorda görürsünüz, UNESCO-nun tarixində ilk dəfə 80 illiğini qeyd eləmək Səmərqənd şəhərinə seçilmişdi. Səmərqənd şəhərində keçirildi 15 gün. Demək, tarixi bildiyimiz qədər və yazılana qədər ki, 80 ildə Parisdən başqa heç yerdə keçirildi. Dünyanın heç bir dövlətində. UNESCO-nun tədbiri. Amma 80 illiyini Səmərqənddə keçirdilər. Böyük təntənə falan. O zaman da biz orada olduq. Mənə çəkilirlər, biz Səmərqənddə və Daşkənddə konferans keçirdik. Onların iştirakı ilə. Və orada mənə 4-cü dəfə, 96-cı ildə fəxri professor, akademiklik vermişdi UNESCO. 4-cü dəfə, bu dəfə yenə xidmət görsədən elm xadimə və bu nişanı onda verdilər. Oktyabrın 21-22'si idi, konferans geçirdiğimiz. Prezidentin, UNESCO'nun prezidenti dediğine göre bu da Kızıl Suyuna çekilmişti. Böyle bilmiyorum ama yoldaşlar bir əlbəttə yarın UNESCO yalan demez ki. Bu hal, ben bir Azərbaycan vəkili kimi 23'i bunu ismədim. Sizdə qəzet var, onu verdim, yarımçılıq qaldı. Sizdə xalq qəzeti gəlir. Kimin əlinə düşən xalq qəzeti, hələ mənim əlimə gəlməyib. Bir-iki yoldaşlara demişdim, onlar axtarıb tapa bilməyiblər kiosklardan. Bir-iki dənə güya tapıb qoyublar, hələ mənə verməyiblər. Amma Səmərqənd Dövlət qəzeti, Zərafşan qəzeti o günə elə Zərnefs deyən bütün dünyaya gedir bu qəzetin saytı. Bu sayta qoydular və bir gündən sonra bu qəzetdə 6-cı gün bu qəzetdə çap elədilər. Şəkillərlə və s. qısa da yazıblar. Xalq qəzetində də elə 23-i oktyabrda gedən xalq qəzetində bu məzmunda orada da şəkillə, orada 3 dənə, 4 dənə şəkil verirlər, burada 1 dənə və s. İcazə verin, bu qəzetdən 3 dənə gətirmişəm. Evdə də hələ 1-2-3 dənə var. Zəfası yox, başqa yoldaşlar istəsələr verərəm. Sabir müəllimə təqdim edək. Teşekkür ederim. Özbək oxusun da ben Özbək Akademiyasını bilməlidir. Borcumuz. Sonra yoldaş Murat, siz çox dili bilirsiniz. Ona görə Özbəkdə yaxşı oxuyarsınız. Və Əli müəllim, Çox sağ olun. baş redaktörsünüz də, yenə 2-ci dəfə qeyd edirəm. Yox, başa redaktor. Redaktör. Yox, orada xəta mənim. Olsun redaktör. Bəlkə siz də qəzetinizdə yaradarsınız ki, Belə bir iş olur. belə bir iş olur. Məmnuniyyət, olar. Çox sağ olun, təşəkkür. Sağ olun. Bunu ismədim sizə də yoldaşlara buna 15 dənə gətirmişəm. Sonra kimin ürək sözləri var? Yığcam, lakanik.
Abimden buyurun. Təbrik etmək biz yığışmışıq Namik müəllimin professor akademik adının almasıyla bağlıdır da. Əlbəttə ki, böyük uğurdur və bu uğura Namik müəllim layiqdir. Çünki uzun illərin əməyi, ondan sonra şəxsiyyət insan faktördə qiymətləndirilməsidir. Əlbəttə ki, hamısı vurğulanır. Namik müəllim öz həyatını deməli, elmə, təhsilə həsr edib. Biyalada qeyd olundu, deməli, akademiyadan başlayıb, elmi işçi, konstruktor, laborant, ondan sonra təhsil ali məktəblərə öz fəaliyyətini davam etdirib. Namik müəllimin 100-dən artıq elmi əsəri var, bir sıra monografyaları. Bir monografiya səhv eləməmsə, Raşod Singulyarlıq integral işləyini həsr olunur. Biri tədris kitab şəkilini planimetriya aid olunur. Yəni ki, çoxdur, uğurları çoxdur. Həmçinin də qeyd etmək istəyirəm ki, Namik müəllim bu elmi təhsildə fəaliyyət göstərdiyi görə hüquqi normativ bazaları, prinsipləri yaxşı bilir. Doçent vəzifəsinə özümüz də müraciət edirik ki, məsələn, doçent vəzifəsi almalı, nə sənədlər, necə toplanmalıdır. Yəni ki, həm elmi bilik fəaliyyəti bilməlidir və o baxımdan da. Onun üçün mən də təbriklər qoşuluram və arzu edirəm ki, bu davamlı olsun, bu nöqtələr yoxsuzlayamasız fəaliyyət davam olsun. Təşəkkür edirəm. Yenə Nizam müəllimə keçsin. Ne lazımdır, her şey dedi. Ben de tebrik ediyorum ürəkdən. Oğul kimi, onun ailəsinə sağlamlıq arzu edirəm. Sağ ol. Çok teşekkür ederim. Yunus müəllim, üzr istəyirəm diqqətinizə çatdırım ki, Türkün dastanını çox adamlar yazıb, çox tarix əsərlər yazıb. Lakin poetik dildə Türkün dastanını birinci səfər Yunus müəllim yazıb. Onu da nəzərə alıb o kitaba görə bunun akademik titulu vermiş. Sağ olun. Əvvəla Sabir müəllim, sizə mən təşəkkürümü bildirirəm ki, siz burada bu filialı yaratmışsınız və elm adamları, necə deyərlər, yaradıcı adamlar bu akademiyanın ətrafında birləşiblər. Buna görə sizə xüsusi təşəkkür bildirəm bir ağsaqqal kimi, bir elm adamı kimi. Eyni zamanda bugün Namik müəllimi də bizim dəstəmizə daxil elədiniz. Ona görə Namik müəllimə ürəkdən təbrik edirəm müəllimi. Uğurlar arzu edirəm onun yaradıcılığında, elm işlərində və gələcək işlərində. Əlbəttə bu, necə deyərlər, bir ailəyik biz və biz Azərbaycanın gələcəyi üçün çalışırıq, elmi üçün çalışırıq. Bizim yaratdığımız məsələlər əlbəttə gəncliyimizin gələcəyi üçün çox önəmli məsələlərdir. Eyni zamanda Namik müəllim elmi işlərlə məşğuldur, tədrislə məşğuldur. Bizim Pedaqoji Universitetdə işləyib, indi bildiyim ki, İqtisad Universitetində də işləyibdir. Yəni, bunun fəaliyyəti əsasən gənc alimlərin yetişməsində, tələbələrin yetişməsində böyük rol var. Sizə bu işlərdə uğurlar arzu edirəm. Çox sağ olun. Sonra buyurun xahiş edirəm. Özünüz ancaq təqdim edin, biz də sonra baxımda reis yapalım. Tofiq müəllim, Bakı Üniversitetinin baş müəllimi, Fərəqlər Akademiyasının hüquqşünası. Mən əvvəla bu Turan Akademiyasına uğurlar arzu edirəm. Çox sağ olun. Mən belə bir təşkilatın mövcudluğunu hələ Mənim Abdülhamid akademik adı verdiğinde bilirdim. Onu da işitmiştim. Ama yakından tanıştığım yok idi. Bu günlərim sizin tədbirinizlə bağlı birçok məlumatlar əldə elədim və sizə uğurlar arzulayıram. Minnətdarım. İkinci, Namik müəllimi təbrik edirəm. Namik müəllim elə bir ailənin evladı. Mən Namik müəllimi 12-ci ilə tanıyıram. Mən həmin dövrdə təhsil nazirində işlədim. Müəllim Pedaqoji Universitetdə. Gəlmişdi o akreditasiya prosesinə, indi profesör müəllim heyəti birləşik akreditasiyasinədir. Orada tanış olmuşuq 13-cü ildən və yoldaşlığımız, münasibətimiz o vaxtdan davam edir. Bu dövr ərzində mən Namik müəllim haqqında çox məlumatlar öyrənmişəm öz dilindən və fəxr edici
və şərəf duyulası bir haldır ki, Namik müəllimin rəhmətli atası da bəlkə akademiklərin məlumatı yoxdur. Azərbaycanın ən gənc riyaziyyat üzrə alimlərindən biri olub. Bəli. Yəni buna görə xəstə qalsam, yəqin ki, bir yazıb ki, o köküzsə bitərsin. Əsli nəysə. Əsli nəysə. Bəli. Yəni, Namik müəllim elə bir ailənin evladıdır. Allah onun evladlarını xoşbad eləsin. Mən arzu edirəm ki, onun evladları da atalarına, babalarına layiq insan olsun. Namik müəllim ki, yine onlarınız bol olsun. Çox sağ olun. Sonra yoldaşlar xahiş ediləm, hər biriniz yapacağım. Vahid Səmədov, İdarəetmə Sistemləri Akademiyada mühəndis işləyirəm. Çox şadıq. Həm də Namik müəllim bacanağıyam. Bu iki qalçadır. Ən əziz adam. Deməli, Namik müəllim mən çoxdan tanıyıram, uzun müddətdir. Çox yaxşı alimdir və uzun müddət işləyib cavanlarımızı tərbiyə verib. Çoxlu məqaləsi var. Özüm də tanışam onun məqalələri ilə, kitabları ilə. Təbrik edirəm. Çox təşəkkür edirəm. Çox sağ olun. Adınızı bilmirəm, buyurun, xahiş edirəm. O iki nəfər gənci axırda dinləyəcək. Qalib Həsənov sahibkarlıq fəaliyyəti ilə məşğulam. Namik müəllimin həm qohumuyam, həm də yaxın dostum. Namik müəllim, təbrik edirəm sizi. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Kur'ançılıq bizim həyatımızdır, dünyamızdır, elmimizdir, dövlətimizdir. Minnətdarım. Böyük bir coğrafiyadır, o çox böyükdür. Ona görə o Turan sözündən qorxurlar. Bunu bildirmək istəyirəm. Namik müəllimi mən 17 yaşından, 17 yaşına qədər qohum olmuşuq, amma 17 yaşından sonra dost olmuşuq. Nə gözəl. Bu gözəl evlatlar da bizim gözümüzün qabağındadır. Namik müəllim gözəl tərbiyəçi, layiqli evlad, yaxşı ata, etibarlı dost. Minnətdarım. Bu iki gənc Namik müəllimin oğlanları yoxsa yox? Biri aslandı, biri adardı. Xahiş edirəm Aslan səhərdən zəhmət çəkir, indirək sözlərini desin. Təbrik edirəm Namik müəllim. Namik müəllim bu elmi məqamlara həmişə üstünlük verən müəllim olub. Yəni, sırf elmin inkişafı, elmdə bir iz qoymaq, rolu olmaq, bir bəhlə, cavanları bir bəhləsi deymək baxımından yəni həmişə gözümüzün qabağında görmüşük ki, yəni nəsə müəyyən addımlar atıb. İndi də o addımların yekun nəticəsi olaraq da gəlib fəxri professor və Turan Akademiyasının akademik üzvü olmaq məncə ən yaxşı nəticələrdən biridir. Təbrik edirəm Namik müəllim. Can sağlığı, uğurların ardı gəlsin inşallah. Çox sağ ol. Dayan indi xahiş edirəm, gəl bura, gəl atanın bir boynunu qucaqla qəşəkcə. Sirkələ öp, sən nə danışırsan? Təbriklər. Ay sağ ol. Gəl bax, çək. Ha, çəkirsiniz siz, çox gözəl. Oldu, minnətdaram mən də sizə. Gəl indi anar oldu da. Buyurun anar baba. Elə oradan deyin, sonra gəlin siz də formalara. Yəqin Namik müəllimi ən çox tanıyam. Çox danışılmayacaq. Bu qədər ağsaqqalın yanında. Zaten ürək sözlərinin hamı bilir. Yəni, mənə ancaq təbrik eləmək düşür. Gəl. Təbrik edirəm. Gəl. Eldar şəkili. Yaxşı. Çok güzel. İndi hamınıza bir sualla müraciət edeyim də qalxaq. Deyin görün, Əli müəllim səhv edeyim, Sabir müəllim səhv edeyim yoxsa yox. Düz yolda Namik müəllimin barəsində qərar düz mü vermişik ya yox? Düz. Oldu. Təşəkkür ederim.
oldu. İndi isə məclisimiz bununla yekunlaşır. Lakin, vay Allah, məni daşqalaq eləyər. Dönə-dönə dürüst deyirəm. Çox istəyir. Çırağın dibinə deyir, işıq salmır. Dönə-dönə dürüst deyirəm. Bugünkü gün çox xoş bir gündür ki, biz bu məclisə yığışmışıq. Allah belə günləri bizlərdən əski eləməsin. Amin. Həməşə var olasınız, həməşə sizlər belə məclislərdə olasınız. Namıq müəllim, sizi təbrik edirəm. Uzun ömür, can sağlığı. Sağ olun, çox sağ olun. İşlərində həməşə müvəffəqiyyətlər arzu edirəm. Canınız sağ, keyfiniz kök, cibiniz dolu olsun. Rizvan kişi, tələsmələ, əyləşmişsiniz. Rizvan kişi Abşeron Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür. Yəni Ağsaqqal xeyirxahısıdır. Hamımızı dinlədik. Bəs bu səbəbkarın dirək sözləri var. İndi meydan sizindir. Buyurun, xahiş edirəm. Birincisi, doğrudan da mən öz təşəkkürümü bildirirəm. Birincisi, Turan Akademiyasının prezidenti başda olmaq şərti ilə bütün o rəyasət heyətinə ki, orada səs veriblər, bizi seçiblər, layiq biliblər. Eyni zamanda da mən Sabir müəllim, Əli müəllim, sizə öz minnətdarlığımı bildirirəm ki, siz doğrudan da o istiqamət verdiniz, yol verdiniz, göstərdiniz və bu şərəfli adı layiqincə daşımağı söz verirəm. Və eyni zamanda da mən nə demək istəyirəm, adam biraz özü haqqında danışanda biraz şey olur, çətinləşir. Mən biraz Rusça oxumuşam, biraz Rusça dilini tərcümə edirəm beynimdə. Mən burada oturan yoldaşlara, hamısına öz təşəkkürümü bildirirəm. Siz hörmətli generalımıza, Aqil müəllimizə və qovum əqrəbəmə, burada yoldaşlara, Munis müəllimə, sizə Səxavət müəllim, sizə əzizim Rizvan müəllim. Və mən qovumlarım inciməzdir, dostum da Tofiq müəllim də buradadır.